Salamlayıram hər bir kəsi, Azərbaycan xalqı. Şükürlər olsun ki, bugün şəhidlərimizin, Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, valideynlərinə səbir versin. Bugün şükür günü, bugünkü günə ki, Ağdamın Sarıcalı kəndində ilk işimizə gəlmişik. Allah bütün balaları xoşbaxt eləsin və gözəl qardaşımızın bacısı uşağının, bacısı balasının xeyir işindədir. Gəlmişik onun sevincinə şərik olmağa. Mən şükür edirəm bu günə ki, Allah bütün analara, bacılara, atalara, analara bala toyu, övlad toyu qismət eləsin. Həmini salamlayıram. Növbəti kəndlərimizdə, növbəti şəhərimizdə, növbəti qəsəbəmizdə həmişə belə günlərə gələk. Hər bir kəsə də salamlar olsun. Öpürəm hər birinizi. Allah şəhidlərimizə bir daha rəhmət eləsin. Çünki biz şəhid və qazilərimizin sayəsində bu torpaqlara əgətməsiz torpaqlarımıza xeyir iş edirik. Allah həmişə də xeyir iş eləsin. Allah hər bir kəsin də balasına toy qismət eləsin. Öpürəm hər birinizi.